Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Məni soruşacaq olsanız, qripləmişəm, amma dedim ki, Novruza az qalıb, bir video çəkim Novruza. Belə bir video əslində kanalımda 3 il əvvəl var. Orada daha gözəl düzəltmişəm, amma səsli deyil. Düşündüm ki, səsli video hazırlayım, hamıya rahat olsun. Bu videoda sadəcə undan və sudan Novruz aksesuarları düzəldəcəyik. Sadəcə un götürürsünüz və üzərinə su əlavə edib xəmir yoğurursunuz. Dediyim kimi bu videonu 3 il əvvəl belə bir video paylaşmışam. Bu mənim öz fikrimdir, öz ideyam. Və düşünürəm ki, çox yararlı bir videodur. Xəmiri yoğurduqdan sonra belə üzərinə rəng əlavə edirsiniz. Hansı ki, belə qida rəngləri var. Onlardan əlavə edirsiniz və əlinizdə yoğurmağa başlayırsınız. Hüseyin belə şeyləri görəndə çox həvəslidir. Ümumiyyətcə, bütün uşaqlar həvəslidir rəngli bir şey görəndə. Ona görə də Hüseyin nə edirəm və bu mənim işimi daha da belə çətinləşdirir. Ona görə də belə çaşıb qaldım. Bu formada elədim. Əslində bu formada eləmirəm. Mən sonda sizə göstərəcəyəm. Əslində suya rəngi əlavə edirəm və daha sonra o rəngi xəmirin, yəni onun üzərinə əlavə edirəm. Əslində 3 il əvvəl video çəkəndə bu variantların hamısını yoxlamışam. Birinci xəmirə belə rəngi əlavə etmişəm. Daha sonra rəngi suya əlavə edib, daha sonra ona əlavə etmişəm və tapmışam ki, ən asan üsulu hansıdır. Videoda bütün variantları yoxlamağa çalışacağam. Əgər hansısa rəng yoxdursa, məsələn bizdə narıncı rəng yox idi, belə bir kraskanı da xəmirin içərisinə əlavə elədim. Burada da çox gözəl alındı belə kraska ilə də. Bu kraska bildiyiniz o məktəblilər üçün olan guaş boyadır. Bu formada da alınır əslində. Bütün xəmiri yoğurmaq, ayrı-ayrı yoğurmaq istəməsəniz, sonra onu belə bölməyi ayrı-ayrı hansı rənglər ki istifadə edəcəksiniz bölmək, daha sonra həmən rənglərə belə rəng qatmaq. Gördüm artıq iş prosesi uzanır. Hüseyinlə mümkün deyil eləmək. Ona görə də Hüseynin əlini yuduzdurub aradan çıxartdım ki, birlikdə düzəldərik, qoyu rəngi tək eləyim. Bu isə qəhvəyi rəngdir və mən bunu paxlavanın üzəri üçün edirəm. Rəng qatdıqca əlinizdə görəcəksiniz ki, xəmir istər-istəməz rəng qatdıqdan sonra sulanır, biraz yumşalır və biraz onda un əlavə edin. Təbii ki, çox əlavə etməmək şərti ilə ki, həm də qurumasın. Mətbəxdəki rəngləri təmizlədim, çünki təmiz olmadıqda hər yer adama belə ilham pərisi gəlmir və daha sonra götürdüm hər bir şeyi, gəldim başlayaq düzəltməyə. Əlimlə bunları biraz düzəltdikdən sonra qoyuram və üzərinə belə bir salfan qoyuram ki, digərlərini eləyənə qədər bunlar qurumasın. Siz də bu arada videonu bəyənməyi, rəy yazmağı və mənə abunə olmağı unutmayın ki, sizə istəyirəm ki, Novruz bayramında əgər siz də istəsəniz belə müxtəlif, asan və gözəl evdə hazırlaya biləcəyiniz üsullar göstərin. Novruzda belə nənələrin yanında olan çörəkləri mən çox bəyənirəm. Deyim ki, favorimdə, ən sevdiyim onlardır. Ona görə də belə bir çörəklər hazırlayıram. Belə əl əməklərini çox sevirəm, xoşum gəlir ki, özüm düzəldim. Ola bilsin ki, bəzi xanımlar deyər ki, yəni bu paxlava şəkərburanın biri 1 manat onsuz da gedib almaq olar. Bunların hamısını alsanız müəyyən bir məbləğ eləyəcək, yəni az bir məbləğ eləməyəcək, çünki burada çox şey hazırlayırıq. Həm də ki, özünüz hazırladığınız şey daha məsəl üçün dəyərlidir. Həm də ki, uşaqla birlikdə həm də vaxt keçirmiş olursunuz. Çörəklərin belə hər formasını düzəltməyi xoşlayıram. Gördüyünüz kimi bu uşaqlığımızda olan, indi də görəndə çox xoşum gəlir marketlərdə biraz uzun soft çörək. Səhv etmirəmsə bunun adına baton çörək deyirdilər. Biz çox maraqla düzəldirdik. Yoldaşımı da razı saldım ki, xahiş edirəm gəl bir dənə də sən düzəlt. Çünki düzəltmək adama o qədər gözəl təsir eləyir ki, istədim ki, yəni onun da payı olsun bu əməyimizdə. O da deyir ki, mən üstü belə deşik-deşik olan lavaşlardan eləyəcəm. Əslində bu lavaşlar ağ xəmirdən daha gözəl çıxır. Düşünürəm ki, gərək bu videoda onu da eləyərdim, amma digər videolarda çalışaram ki, eləyim. Üstünü biraz yandırırsınız. Oradan buradan belə qaralar olur və əsl lavaşa oxşuyur. İndi isə qoğalın hazırlanmasını göstərirəm. Bu hazırladıqlarım içərisində ən sevdiklərimdən biri də qoğaldır. Çox xoşuma gəlir qoğalın hazırlanması və gözəl çıxır. Xəmiri bu formada uzunsov edirsiniz. Biraz əlinizlə yasladıqdan sonra bu formada yumurlayırsınız. O qədər qəşəng, o qədər şirin alınır ki, mənə axırda bunu görəcəksiniz. Üzərinə küncüt və yaxud qara çörək otu vururam ki, əsl qoğala oxşasın. 3 il əvvəl elə oturduğum yerdə belə bir ideya gəlmişdi. Həm belə xəmirdən undan etmişdim, yəni un və sudan. Həm də ki, keramika xəmiri düzəltmişdim. Ondan da əsl belə satılanlar kimi oyuncaqlar hazırlamışdım. Onlar da çox gözəl idi. İstəyirəm ki, o keramika xəmirini də səsli formada belə bir videoda hazırlayım sizə. Hansı ki, evdə nişasta ilə, necə soda ilə, necə bir keramika xəmiri əldə edib oyuncaqlar düzəltmək olar. Bu isə olmazsa olmaz paxlavadır. Gördüyünüz kimi orta tərəfə belə bir narıncı rəng qoydum. Üzərinə isə qəhvəyi rəng qoyub belə paxlava formasında kəsdim. Ortasına istəsəniz fındıq qoya bilərsiniz, qoz qoya bilərsiniz. Bizdə bu deyəsən ləbləbidir. Fındıqla qoz yox idi. Deyəsən bunun adı ləbləbidir, ləbləbi qoymuşam. Belə qarışıq rənglər qaldı, istəmədim ki, atılsın. Onları da belə uşaqlığımızda olurdu, saç bulkular. O formada eləməyə çalışdım. Bu da qəşəng alındı. Çalışdım ki, videoları çalışdığım qədər indidən başlayayım ki, yəni Novruz ərəfəsində paylaşsaydım deyəcəydiniz ki, keşke öncədən eləyərdin. Yəni bundan sonra necə eləyəcəyik? Ona görə də fikirləşdim ki, indidən edim ki, eləmək istəyən xanımlar artıq düşünsünlər ki, məsələn, rəng almalıyıq, nə almalıyıq, necə edəcəyik və başlasınlar. Bu isə şəkərburadır, bildiyiniz formada ilə adi, yəni bunun içərisində droj yoxdur.
yoxdur. Birdən bilməz xanımlar droj əlavə eləyər, droj bunu şişirdər. Şəkərburanı belə etməyi məsləhət görmürəm. Ağ şəkərbura belə xəmiri bişəndə tam bunu qızartmırıq deyə belə rəngi ağappaq olmur. Bişəndən sonra saralır rəngi və mən onu hər zaman götürüb rəynləyirəm. Bu isə Hüseynin paxlavasıdır deyib ki, ana göstərmə. Əslində belə düzəltməmişdi, dartanda bu formaya qaldı. Belə bir satılan bir şey var, hansı ki ağ belə bir şeydir, bilmirəm, aksesuarlarda görmüsünüz. Üzərinə balaca ya paxlavalar, ya belə şorqoğallar düzüblər və üzərinə belə Azərbaycan yazılır. Bunu yoxlamamışdım xəmirdən, bunu 2 dəfədir yoxlayıram, amma deyim ki, bunda şişmələr olacaq. İndi bişəndən sonra görəcəksiniz. Amma bunu keramika xəmiri ilə rahatlıqla, yəni düzəltmək olar. O şişmir deyə, yəni necə varsa o formada da qalır. Mütləq bir söz soruşurum, mütləq rəylərdə xanımlar zəhmət olmasa yazın ki, bilim. Yəni belə Novruz aksesuarları siz istəyərsinizmi, yəni düzəldim. Mənim məqsədim odur ki, sizin sevəcəyiniz bir videolar hazırlayım. Yəni siz sevməsəniz, baxmasanız mənim əziyyətimdə heç bir dəyəri yoxdur. Amma bilsəm ki, məsələn, lazımlıdır, gərəklidir, düzəldərəm hansı ki boğçalar. Nədən hazırlaya bilərsiniz? Evdən və yaxud Novruza aid o ev ki var, o evi evdən məsələn bir şey almadan necə hazırlaya bilərsiniz? Tövlə olsun, su hövzələri var, bildiyiniz kimi onlar olsun, şəlalənin düzəldilməsi olsun. İstəyərəm ki, bunların hər birini düzəldim sizə göstərim. Və yaxud taxta ala bilməyənlər, taxta tapa bilməyənlər var. Onlar üçün bu kağızdan necə taxtanı əvəz etmək olar, rəngləyib onları göstərmək istəyərəm. Körpünün hazırlanmasını göstərmək istəyərəm. Ona görə də gec olmadan həm videonu bəyənin, bilim ki, xoşunuza gəldi. Həm də mütləq rəylərdə mənə yazın ki, hə, eləyim ya düzəltməyim. Keçən il düzəltdiyim, keçən il yox, 3 il əvvəl düzəltdiyim şəkərburalar daha balaca idi. Bunları daha böyük etmişəm. Dediyim kimi uşaqla həqiqətən fikir yayınır və mən istədiyim kimi əldə edə bilmədim bu dəfə düzəltdiklərimi. Maqqaşma isə gülməyin, evdə belə şəkərbura üçün maqqaş yox idi. Ona görə də aydın maqqaşla etmişəm deyə çox da ideal çıxmayıb. Bu isə mənim ən sevdiyim şirniyyatlardan biridir. Şokoladlı qoğa. Bütün hamısını bitirdi. Listi gördüyünüz kimi yağlamışam ki, yəni hər ehtimala qarşı yapışma olmasın deyə. Azda gördüm ki, itmələr var, hansı ki belə çörəklərin üzərində, onların üzərindən belə çubuqla bir də keçdim ki, kəskinləşsin. Və mən altından belə yumurta ağı vururam. Bilmirəm buna ehtiyac var ya yox, amma əvvəldən edəndə elə belə etmişəm. Yumurta ağı ilə bilirsiniz ki, deyildiyinə görə, yəni qız qalası falan tikilib və düşünürəm ki, yəni bərkitməyində önəmli bir rol oynayır. Və belə küncüt olsun. Məndə yox idi belə qara çörək otu. Ona görə də chia toxumu vurdum. Onların hamısını yumurtadan sonra vurun ki, üzərinə yapışsın. Yəni adi xəmirə vursanız qopacaq sonra bişəndən sonra. Və daha sonra bişiririk. Yəni elə də çox xod da yox, normal bir 150 dərəcədə bişirdim, amma ki üstünü belə yandıracaq dərəcədə bişirməyin. Sadəcə biraz qurudu, bəs eləyər. Evdə un bitmişdi. Gedib unu aldım ki, bu videoda sizə hamısını göstərim. İndi o dediyim üsulla edirəm bunu. Hansı ki rəngi əlavə edirəm qaba, üzərinə su əlavə edib daha sonra rəngi əlavə edirəm una. Məncə bu üsul daha yaxşıdır. Mən bu üsulu tövsiyə edirəm. Çünki digərində rəng daha yaxşı yayılmır. Bunda isə bərabər şəkildə yayılır, bərabər tonda olur. Həm də qısa vaxtda yəni hazırlanır. O birisini gərək əlinizdə çox yoğurasınız ki, o zaman qarışsın. Qırmızı rəng alanda diqqət edin. Bunun üstündə nar şəkli var idi və mən düşünürdüm ki, elə qırmızı rəngdədir. Amma ki nar tonu daydımə biraz tünd olurmuş. Ona görə də belə xoş qırmızı deyil, nar rəngində alındı. Ona görə də xoşuma gəlmədi. Burada isə bu hazırladığım xəmirdən sizə mavi tonda olan şəkərburanı göstərəcəm. Bu da çox gözəl alındı. Lakin dediyim kimi burada səhvlərimdən biri. İstəyirəm ki, burada səhvlərimi deyim ki, siz həmən səhvləri etməyəsiniz. Ona görə də yanlışlarımı videodan silməmişəm. Yəni bu şəkərburanı biraz bundan zəif edin. Bu biraz yəni toppuş çıxır. Toppuş olanda xəmirin içərisi tez bişmir. Və mən burada videonu yetişdirməyə çalışıram. Qaça-qaça gedib un alıb gəlmişəm. Ona görə də belə vaxt yoxdur. Dedim ki, işimi görənə qədər qoyum atapleniyaya, bəlkə pişdi. Gördüm ki, orada alınmayacaq. Mən laklayana qədər dedim ki, sobanın içərisinə qoyum və fikir verməmişəm. Yuxarı xoda qoymuşam və şəkərburanın üstündə görəcəksiniz yandı. Əsas məsələdən danışaq. Bunun püf nöqtəsi lakdır. Yəni istəsəniz evdə olan laklar varsa şəffaf, ondan da istifadə edə bilərsiniz. Mən bu lakı bəlkə deyim sizə 5 ildə almışam və hələ də ağzına qədər doludur. Bir dəfə alırsınız və bütün iş sizə yarayır. 3 il əvvəlki videomda da xanımlar soruşub ki, bu xarab olur ya yox. Lakladığımız üçün heç bir şəkildə xarab olmur. Çünki hava ilə təmas etmir. Gələk uğursuz çıxan əl işlərimizə. Məsələn, bu yanıb və mən bunu atmaq istəmirəm. Ona görə də evdə belə uşaqların quaş boyasından üzərini istədiyiniz rəng boyaya bilərsiniz. Yəni atmağınıza gərək yoxdur. Sadəcə mən bu rəngi sevmirəm. Mənim ən sevdiyim rəng açıq mavidir. Burada bu tünd alındı. Yəni heç cürə o göy şəkərburanı sevə bilmədim. Bunlar rəngi isə qırmızı, bişəndə daha da rəngi pis oldu. Onu da rəngləyirəm evdəki o quaş boyayla. Bu da çox gözəl alındı. Və yerdə qalan o ağ şəkərbura ki var, həm formasını gözəl etməmişdim, həm də ki pişəndən sonra dediyim kimi ağ şəkərbura elə də gözəl alınmır. Amma istəyirsinizsə mütləq şəkildə ağ
şəkərburu olsun, onu ağ rəngdə boyaya bilərsiniz. Ağ quaş boyayla. Onda da çox gözəl alınacaq. Mən isə sarı rəngdə etmək istədim. Çünki keramika xəmiri edəndə düşünürəm ki, onda ağ rəngdə edərəm. Elədiyim səhvlərdən biri isə video üçün tələsdiyim üçün hansı ki rəng hələ qurumayıb üzərinə lak vurmaqdır. Gördüyünüz kimi belə bir qüsurlar alınır onda. İstədim ki, bir fırça məhv olsun. Ona görə də göy rəngi yumuşdum əslində. Daha da yaxşı yumamışam. Ya nədirsə biraz yaşlı rəngini döndərdim. Amma əgər siz səbirli olub məsələn qurumağını gözləsəniz, sizdə bu qüsurların heç biri olmayacaq. Gördüyünüz kimi çox gözəl alınır, mükəmməl alınır deyə bilərəm. Əgər şəkərburlarda sizdə də belə bir qüsur olsa, ona da fikir verməyin. Yəni lak quruyandan sonra yenidən rəngi çəkə bilərsiniz. İstədiyiniz rəng yenidən üzərindən lakı çəkə bilərsiniz. Yəni oldusa, bitdisə, bitdi, elə bir şey yoxdur. Mən gördüyünüz kimi qüsurlarını gözlədim, təkrar bir də rənglədim, üzərini bir də lakladım. Belə daha qəşəng oldu, gözəl görsəndi. Xarab olmamasına isə qarantiya verirəm. Hardasa 3 il əlimdə olan bir aksesuar var ki, yəni qəti şəkildə xarab olmur. Sadəcə lakı hər bir yanına çəkdiyinizdən əmin olun. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, Allaha əmanət olun.